Red Bull'un yeni maşını görəndən sonra əlbəttə ki, hamının ağlına bir nəfər gəldi. Formula 1-də Schumacherin davamçısı kimi görülən, Red Bull ilə 4 dəfə dünya çempionu olmuş Sebastian Vettel. Vettel mənim ən sevdiyim pilot idi. Təbii ki, buna Formula 1-ə 2010-larda başlamağımın da təsiri var. Red Bull'da olduğu dönəm göstərdiyi performans 2010 və 12-ci illərdə son saniyəyə qədər mübarizə aparıb çempion olmağı həqiqətən də möhtəşəm idi. Vettel 2015-ci ildə Ferrari'yə keçdi. 2017 və 18-ci illərdə çempion olmağa çox yaxınlaşdı, amma bəzən öz səhvlərinə görə, bəzən də Ferrari'nin qeyri-stabil komanda olduğuna görə bunu bacara bilmədi. Mənə görə 2017-ci ildə daha zəif maşınla əlindən gələni eləmişdi, amma Sinqapurdakı o qəzadan sonra ciddi şəkildə demotivasiya oldu və uğursuzluq başladı. 2018-ci ildə isə demək olar başa-baş bir maşınla bu dəfə Almaniyadakı səhvi ucbatından böyük bir üstünlüyü əldən verdi. Bir neçə il sonra isə Aston Martinə keçdi. Vettel'in bir müsahibəsində dediyi kimi: Everybody's a Ferrari fan. Even if they're not, they are a Ferrari fan. Özləri bunu deməsələr belə hamı Ferrari fanatıdır. Sebastian uşaqlıq xəyalı olan Ferrari ilə çempion olmaq arzusuna çata bilmədi, amma gəlin razılaşaq ki, Formula 1-ə xüsusi rəng qatdı.